Onların xüsusi təyinatlı belə deyək 022-si var. Hətta orada hücum elədilər ki, bizdən Füzulini alsınlar həmən gün. Yəni orada çox çətin döyüşlər getdi. Siz təsəvvür eləyin ki, həmən günü biz orada olanda, yəni Füzulidə, orada döyüşlərdə yəni çox şəhidlərimiz oldu orada. İşıq dirəklərini minamyotla salırdılar. Təsəvvür edin, orada 3-4 dənə işıq dirəkləri var idi ki, o qədər minamyot atdılar ora həmən günü. İşıq dirəkləri, Füzulidə olan işıq dirəkləri var. Onları minamyotla salırlar. Ən çətin vaxt o 3-4 gün ərzində o əldə saxlamaq idi. Dəfələrlə hücum elədilər, bizdən alsınlar. Orada xüsusi təyinatlıları belə gəldi ki, məsələn, minamyotla vurandan sonra istər-istəməz mövqeyə çəkilirsən, həmən vaxt hücum elədilər, onların xüsusi təyinatlıları. Onda belə bizi oradan dala çəkə bilmədilər. Yəni o